Əvvəl elə bir dostum idi, sonra oturdu bu düşdü bu şeyə. Oldu narkoman. Bildim. Türmədə dostum olub, eşitdim, özüm də pis oldum. Necə olub məsələn? Deməli bu təzəyəcə tutublar da onu. Narkoman olub da bu işte. Başa düşdüm. Necə olub? Buna yazıblar ki, İranlı belə zat sənə atacaq gedib götürərsən filan yerdə. Sən nə qədər belə demirsən? Sən necə demirsən, belə şəkil qoyur, deyir o filan yerdə götürərsən, basma yerdə götürürsən. Gedən kimi bantizm götürüb onu. Narko şeyi götürüb onu. Narko şeyi götürüb bunu. Götürəndə də həmin adam bunun böyründə olub. Özdə birbaşa belə İran ləhcəsi ilə danışır. Deyir, gördünüz necə bunun torbasını dişdi? Andol Allaha deyirəm. Promo İran ləhcəsi ilə. Deyir, gördünüz bunun necə torbasını dişdi? Beynəsi tutdular onu. O bədbəxt oturub narkotika, başa düşdün. Dedi, ağrıda olub da, narkomanlar onsuz da ağrı içində olan adam. Narkoman da bədbəxtdir, bu slaba xarakterli insanlar. Helənsi getdi. Yəni bunun qarşısı nətər sən nətər? Onun qarşısını tutaq ki, sən necə reklam xarakterli o görsədilər, o naildir, maildir, zatdır belə. Onun qarşısını reklam xarakterli görsədilər. Onun qarşısını almaq üçün gərək yuxarıdan olsun. Nazirlər də elə şey olsun. Bu nazirlər tapşırıq verirlər buna. Bu ticarətlər ki var. Ağır söhbət nəysə bu. Nazir zat deyirsiz. Bu ticarətlər, hələm, sən dediyin o ticarətlər aşağı ticarətdir. Nazirlərin elədiyi ticarət. Orqan alverləri gedir. Orqan alverləri. İnsanları belə əvvəllər tutaq ki, bunların ən böyük gördüyü işlər qadın istismarı idi. Narkotikdən çox qadın istismarından pul qazanırlar Azərbaycanda, Türkiyə evində. Dünyada ən birinci yer insan alveridir də, bəli. Yəni amma o indi orqan alveridir. İndi bunlar orqan alverinə məşğuldurlar. Əsgərləri neçəsini orada öldürtdürürlər, orqanlarını çıxartdırırlar, yarırlar, tikirlər, göndərirlər ailəsinə. Nə bilim, xarici adı ilə, iş adı ilə çıxardılar Azərbaycandan, göndərdilər filan meşəyə, götürdülər, apardılar. Başına iş gəldi. İş gəlmədi. Oyundur. Və bu alver qadın istismarında keçir. Qadın istismarından aşağı həmin bu zirzibildir. İkinci yerdə bəli. Yəni bu aşağı. Bunun ikinci yerdə qadın istismarıdır. Ondan da ən çox bunların ticarət elədiyi orqan alveridir. Bilirəm, sağ ol qardaş, bilirəm bunları. Sadəcə demək istəyirəm ki, bu neqativ qara enerji bizim ölkəmizdən nə vaxt gedəcək, nətər olacaq. Yəni mən də bilmirəm. Bunun qabağını almaq. Bunun qabağını Azərbaycanda almaq mümkün deyil. Bunu birbaşa prezident icazə verib nazirlərə. Ölçdünüz. Bunu birbaşa prezident icazə verib. Sən alarsan, yalandan tutarlar, bir dənə xəstəni tutarlar, bir dənə narkomanı tutarlar, və yox bir dənə bariqanı tutarlar. Barona bata bilməzlər. Baronlar vəzifədə olanlardır. Bariqanı tutarlar, nə bilim, tutarlar ki, biz güya da narkotikin qabağını alırlar. Yalan söhbətdir. Gözdən pərdə asmaq söhbətidir. Milləti də 2 dənə, 3 dənə konkret xətt var ki, milləti ona cür. Qadınları pozğunluğa Azərbaycanda. Qadınlar pozğunluğa sövq edirlər. Kişiləri də saxlayaq. Dövlət durub sənin dalında, nə bilim, durub, əməliyyatçısı durub, banditizm durub, sən heç kim bata bilməz. İstifadə eləyir, satdırır, sonra görür ki, bu xalq bunu tanıyır, bariqa kimi. Xalqın gözündə tarazlıq yaratmaq üçün bariqanı tutur, təzəsini yenə yatırır. Falan rəis gəldi, təmizlədi, yalan söhbətdir. O gəlir, xalqın gözündə görür ki, təmizləyir, sonra təzədən yeni bariqaları təyin edir. Bu Azərbaycanda protokol kimidir. Bu mafiyozun strukturadır. Bu siyasət. Siyasət də demək olmaz, bu mafiyozun strukturadır. Bu mafiyalara aid olan şeydir. Falan rəis yaxşı rəisdir, gəldi bütün bariqaları yığışdırdı. O bariqalar o adamları deyir, onlara güvənmir. Öz bariqalarını ucu qoyur. Bütün hər yerdə belə, bütün rayonlarda rəislər bu işləmir. Elə bir rəis yoxdur ki, Azərbaycanda polis rəisi olsun. Buna qol çəkməsin. Bu bacarığı olmadı, onun polis rəisi qoymurlar, satqı. Nə ki ya şöbə rəisi,
Hətta türmədəki olan rəislərə qədər. Türmədəki olan rəislərə qədər bu türməyə necə girir bu? Bunlar eləyirlər, bunlar şərait yaratır. O söhbət də var. Güya deyir ki, İran bizə paxıllıq edir, Azərbaycana paxıllıq edir. İran nəyə paxıllıq eləsin? İran Amerikanı dizə qoydu. İran Azərbaycan nəyə paxıllıq eləsin? Azərbaycan prezidenti Trampı görəndə yaltaqlıq eləyir Trampa. Deyir, bir nömrəlidir bu. İran onların dizin qoydu yerə. Trump dedi ki, İrandakı vilayət fəqih sistemin, dövlətin dəyişəcək. Vilayət fəqih sistemi olmayacaq. Eləyə bilmədi. Dedi, uran zənginləşdirməsini dayandıracaq. Eləyə bilmədi. Dedi, raket istehsalını dayandıracaq, eləyə bilmədi. İranda hipersas raketlər... Ya siyasət söhbətidir ha, paxıllıq söhbəti ki, İran o dərəcədə inkişaf edib ki, dünya belə hegemonları onunla müharibəyə qalxır. Dünya hegemonları ona görə müharibəyə qalxmır, onun tutaq ki, xoşu gəlmir ondan, yox. Görür ki, inkişaf edir bu. İnkişaf edir və onun aslı yoxdur. Rusiya fikir verdi, Rusiya Ukrayna ilə müharibə edir, 3 ildir, neçə ildir o? Çox. Neçə ildir? 3 il onlarda səfər. Çox olur. NATO'da Ukraynanın dağında kim durub? NATO. NATO'da Amerikanın qurduğu bir dənə xəttdir. Amerika ilə Britaniya qurub NATO'nu. Bildim. Oraları bildim amma Rusiya Amerikanın qurduğu bir sistemdən bacara bilmirdi 5 ildir. İndi 5 il deyirlər, 3 il deyirlər, 4 il deyirlər. Bacara bilmir. İndi düz deyir, Rusiya öz mövqeyində düzdür. Yəni dönmür mövqeyində. Deyir ki, mən təslim olmayacağam sizə. Nə NATO'ya, nə Amerikaya, nə Britaniyaya öz mövqeyini tutub. Yəni onların öz daxili siyasətdir. Amma söhbət odur ki, bacara bilmir, hətta NATO'nun dəstəklədiyi bir Ukrayna ölkə. Bu promo Amerikanın özü ilə müharibəyə girir, İran. Dəhşətdir bu. Yəni bu konkret bilsən necə, yəni açıq deyim, hələ də mən üçün bu fantastikadır ki, belə bu bir də ölkə bundan bacarmır. Amerika zarafat ölkə gəlməsin, Amerika super gücdür. Əlbəttə. Super gücdür və İran da ona Dünyasız da. Fikirləş, İran da ona konkret söz deyir. Deyirsən bunu eləməlisən, eləmədin, səndən müharibədəyim axıra qədər. Mən deyir 10 ildir deyir sənin bütün bazalarını vuracam burada. 10 ildə dalıbadal, məndə o raşet arsenalı var. Dayanmadan vuracam. Yəni Azərbaycana paxıllıq eləmək bu sən nə deməkdir? Gülməlidir yəni. Gülməli. Azərbaycanın nəyinə paxıllıq eləsin? Nəyi var Azərbaycanın? Bəs yəni Vüsal qardaş, bu İran cəmaatı misal üçün indi İran deyirik Cənubi Azərbaycanda. Yəni onların nömrəsi zadı. Biz siz nətər, yəni o bura nətər gələ bilər, bu ora nətər gedə bilər. Yəni burada çox qarışıq məsələlərdir. Mən bir dənə istəyirəm ki, düz deyil, arzu istəklər verilişi deyil, söhbət yox. Prosta ölkəmiz bu qara neqativ bu şeydən çıxsın da. Yəni bunu birbaşa yuxarıdan icazə verirlər. Bunu demək ki, qabağını almaq, gərəsin dövlət sistemi dəyişəsən. Başqa cür mümkündür. Elə bilsən, sən nə deyirsən? Misal, gəl ağacın budağını kəsək, bunun qabağı alına bilər. Mən deyim, alınmayacaq. O budaq təzədən çıxmaram. Bu mənim üçün padlodur. Fikirləş. Ya, bu mənim öz ideologiyamdır. Yəni deməyim nədir? Bunun dalında birbaşa DTX durub, bunun dalında birbaşa şöbə rəisləri durub, nazirlər durub. 6 ildir. İranla sərhəd bağlıdır. 6 ildir. Bir dənə quş qoymurlar oradan bura uçsun. Necə olur bu keçir bura? Bunu özləri şərait yaradılar, özləri edirlər bunu. Başa düşdünüz? Başa düşdüm Vüsal qardaş. Bağışla da sənə də narahat eləməm bu barədə. Prosta yəni şəxsən mən o videonu görmüşdüm ki... Video çoxdur. Video çoxdur. Bax, tutaq ki, İranda belə bir qayda qanun var. Videodur, şəkildir, səs yazısıdır, bunlar subutdur. İranlılar da Azərbaycanda ola bilsin subutdur. İranda bu subutdur. Şəkildir. Bizdə də subutdur deyil. Bizdə də subutdur. Niyə Azərbaycanda da bəzi şeylər subutdur? Belə deyil, vəkilin güclüdürsə, məhkəmə güclüdürsə, vəkilin güclüdürsə, məncə o subut deyil. Yəni, görmüşəm, şahidim olmuşam. Ya, subut kimi götürürlər onu. Yəni, şey eləyirlər, yəni, delaya atırlar onu. Delada o olur, tutaq ki, video, şəkil, bunu delaya qoyurlar. İranda elə şey yoxdur. Bildim. Bunlar da, İranda oturanlar, birbaşa Azərbaycanlıların öz adamıdır. Azərbaycan hakimiyyətinin, DTX-nın, tutaq ki, xarici kəşfiyyatının, nazirlərin öz adamlarıdır.
Deyirlər biz də Azərbaycanlıyıq. Fars deyirlər onlar Azərbaycanlıdırlar. Bunlar öz adamıdır. Onlar Fars deyirlər, onlar Azərbaycanlıdır. Onların öz adamıdır. Bunlar tapşırıq verirlər onlara birbaşa. Tapşırıq verirlər. Deyirsən əlin dəyməyəcəkdi. Onsuz da İranda bu sübutdur. Bir dənə telefonla sən bu işləri gör. Bura qoymuş ora. Bunlar Azərbaycan hakimiyyətinin sözünü deyirlər. Mən İranda da bunlarla üzbəüz gəlmişəm. İranda da bunlarla mənim qırğınım olub. Hadi. Bunun qarşısını almaq qeyri-mümkündür, düzdür Vüsal. Niyə mümkündür? Niyə mümkündür? Nə qədər qabağına olmuşam mən İranda bu şeyin. Nə qədər? Bəs indi bura yeri dördü demək. Bu dəqiqə əziyyət çəkir. Uşaqlar, cəmaət əziyyət çəkir. Hamısı. Bunlar bunu rəsmi şəkildə gətirirlər. Təyyarə ilə gətirirlər. İranda deyirəm 6 ildir bağlıdır. İranda 6 ildir bağlıdır. Nə bilim Araz çayının dibi ilə. Amma elə deyirlər. Yox, birbaşa təyyarə ilə gətirirlər. Çerez Türkiyə, çerez nə bilim Pakistan birbaşa təyyarə ilə gətirirlər. İndi əvvəlki dövrdə yurtuna şeyləsinə. Prosta ad olaraq. Bu mənim bir dənə dostum var idi.